fikirləşmisinizmi ki, ətrafımızda dünyamızı idarə edən, amma heç vaxt görmədiyimiz qüvvələr var? Bax, bugün biz o görünməz qüvvələrdən birinə, bəlkə də ən vacibinə başvuracağıq, elektrik sahəsinə. Hə, bu sahə gündəlik həyatımızdan tutmuş, ta kainatın ən dərin qanunlarına qədər demək olar ki, hər şeyə təsir edir. Yaxşı, gəlin görək bugün nələrdən danışacağıq. Əvvəlcə bir sirdən başlayacağıq. Sonra bu qüvvənin arxasındakı gizli vasitəçini, yəni sahənin özünü kəşf edəcəyik. Onun xüsusiyyətlərinə baxacağıq, bu görünməz naxışları necə təsəvvür edə biləcəyimizi öyrənəcəyik və ən sonda bütün bunların bizim üçün, gündəlik həyatımız üçün niyə bu qədər vacib olduğunu aydınlaşdıracağıq. Hər şey, bilirsiniz, çox fundamental bir sualdan, bir tapmacadan başlayır. Bu elə bir sual idi ki, vaxtilə alimlərin, fiziklərin yuxusunu ərşə çəkmişdi. Və o sual da budur. Necə olur ki, iki cisim bir-birinə heç toxunmadan, aralarında heç nə olmadan bir-birini itələyə və ya cəzb edə bilir? Yəni, bu qüvvə aradakı boşluqdan necə keçir axı? Bax, bu şəkil problemi əla izah edir. Biz nəticəni gözümüzlə görürük, düzdürmü? Yüklər ya bir-birini itələyir, ya da cəzb edir. Amma necə? Səbəb tamamilə görünməzdir. İlk baxışdan elə bil sehirdir, amma əlbəttə ki, fizikanın buna çox məntiqli bir cavabı var. Yaxşı, bəs bu sehrin pərdə arxası nədir? Bu sirrin cavabı demək olar ki, bütün fizikaya baxışımızı dəyişən bir ideyada gizlənir. Bu ideya sahə anlayışıdır. Deməli, məsələ burasındadır ki, cisimlər arasındakı fəza heç də bizim düşündüyümüz kimi tamamilə boş deyil. Sən demə, orada qüvvələri daşıyan, ötürən bir şey var. Fiziklər buna elektromaqnit sahəsi deyir və bu materiyanın xüsusi bir növüdür. Başqa sözlə, yüklər bir-biri ilə birbaşa danışmır. Onlar bu sahə vasitəsilə, sanki bir vasitəçi ilə əlaqə qururlar. Baxın, bu cümlə çox önəmlidir. Bu fəza dediyimiz şeyin heç də boşluq olmadığını göstərir. Sahə, o realdır, fiziki bir varlıqdır. Sanki kainatın görünməz bir toxumasıdır. Bizim bugünkü söhbətimizdə isə bu böyük elektromaqnit sahəsinin daha xüsusi bir halına, yəni hərəkətsiz, sükunətli olan elektrik yüklərinin yaratdığı sahəyə fokuslanacağıq. Buna qısaca elektrik sahəsi deyilir. Yaxşı, bəs bu görünməz şeyi necə təsvir edək, necə ölçək? Bunun üçün fiziklər əsasən iki göstəriciyə, iki xarakteristikaya diqqət yetirirlər. Bu xarakteristikalardan biri sahənin qüvvəsidir. Buna intensivlik deyirik. Yəni, sahənin hər hansı bir nöqtəsində nə qədər güclü olduğunu göstərir. İkincisi isə onun enerjisidir. Buna da potensial deyilir. Bu da həmin nöqtədə nə qədər enerji toplandığını bizə deyir. Qısacası, qüvvə və enerji. Bəs belə bir sual yaranır. Görünməyən bir şeyin qüvvəsini necə ölçmək olar? Fiziklərin bunun üçün çox ağıllı bir üsulu var. Onlar sınaq yükü adlandırdıqları çox kiçik bir müsbət yük götürürlər və onu həmin sahəyə daxil edirlər. Sonra baxırlar ki, bu sınaq yükü nə qədər güclə itələnir və ya cəzb olunur. Bax, həmin qüvvənin miqdarı bizə o nöqtədəki sahənin intensivliyini, yəni gücünü göstərir. Düzdür, biz bu sahəni gözümüzlə görə bilmirik. Amma bu o demək deyil ki, onu təsəvvür edə bilmərik. Əksinə, biz onun xəritəsini çəkib, o görünməz naxışları, o gizli quruluşu üzə çıxara bilərik. Gəlin indi bu iki şəklə baxaq, fərqi dərhal görəcəksiniz. Soldakı şəkildə tək bir nöqtəvi yük var. Fikir verin, onun yaratdığı sahənin qüvvə xətləri hər tərəfə şua kimi yayılır və yükdən uzaqlaşdıqca seyrəlir. Bu o deməkdir ki, sahə get-gedə zəifləyir. Buna qeyri-bircins sahə deyilir. Amma sağdakı şəkil tamamilə fərqlidir. Burada iki paralel lövhə arasında yaranan sahəni görürük. Xətlər necə də nizamlıdır, hamısı bir-birinə paraleldir və aralarındakı məsafə eynidir. Bu o deməkdir ki, bu sahənin içində hara getsəniz, qüvvə eyni olacaq, sabit, dəyişməz. Bax, buna da bircins sahə deyilir və texnologiyada bu xüsusiyyət inanılmaz dərəcədə faydalıdır. Və bircins sahənin bu sabitliyi, yəni hər nöqtədə eyni qüvvəyə malik olması, onu fizika və texnologiya üçün əvəz olunmaz edir. Çünki o bizə tam proqnozlaşdıra biləcəyimiz sabit bir qüvvə verir. Gündəlik istifadə etdiyimiz o qədər cihaz var ki, məhz bu prinsipə əsaslanır. Yaxşı, bütün bu danışdıqlarımız, intensivlik, potensial, bircins sahə, bəlkə də biraz abstrakt səslənir. Bəs bütün bunları bilmək bizim üçün, gündəlik həyatımız üçün niyə vacibdir?
Əslində cavab çox sadədir. Bu görünməz sahə bizim müasir dünyamızın sözün əsl mənasında təməlidir. Baxın, elektromaqnit sahəsi təkcə elektrik deyil, gördüyümüz işıq da odur. Hətta stola toxunanda əlinizin stoldan keçməməsinin, sürtünmə qüvvəsinin səbəbi də elektromaqnit təbiətlidir. Yəni, kompüter çiplərindən tutmuş, elektrik mühərriklərinə, telefonunuza qədər demək olar ki, bütün texnologiyamız məhz bu prinsiplər üzərində qurulub. Deməli, yekun olaraq nə deyə bilərik? Bizim yaşadığımız, toxunduğumuz, gördüyümüz reallıq əslində pərdə arxasında işləyən görünməz qüvvələrin bir nəticəsidir. Və bu, insanı düşündürür, deyilmi? Bizi həyatda saxlayan, kainatı bir yerdə tutan daha hansı görünməz, hələ kəşf etmədiyimiz qüvvələr var?